Dostoyevskinin Alçaldılmış və Təhqir Olunmuşlar kitabı ən uğurlu klassik əsərlərdən sayılır. Həmin kitabda belə deyir: bir aslanı gün boyu izləyib yaşamaq üçün hansı mübarizələrdən keçdiyini, hansı çətinlikləri çəkdiyinin şahidi olsaz, onun gün sonunda bir ceyranı ovlamasına haqq verərsiniz. Əgər ceyranı gün boyu izləyib özünü qorumaq üçün hansı yollardan keçdiyini görsəz, aslan tərəfindən yeyilməsi sizdə qəzəb oyadar. Baxın, eyni hadisəyə hər dəfə fərqli yanaşdınız. Niyə? Çünki içinizdəki ədalət duyğusu o hadisəni hansı aspektdən izləməyinizdən asılı olaraq formalaşdı. Həqiqət haləti isə din, dil, əqidə, dostluq, qardaşlıq, sevgili və digər ortaq nöqtələrdən təsirlənmədən hər iki tərəfin argumentlərini diqqətlə analiz edərkən formalaşa bilər. Əks təqdirdə qərarları məntiqimiz yox, emosiyalarımız verəcək. Lev Nikolayeviç Tolstoy məşhur kəlməsi: öz ağrını hiss edirsənsə, bütün canlılar kimi sən də canlısan, amma başqasının, özündən olmayanın ağrısını da hiss edə bilirsənsə, bax onda insansan. Bu empatiyadır və yalnız ədalət düzgün empatiyadan və düzgün müşahidədən qaynaqlana bilər.